Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Mənim qoçumun itməsinə əlaqədar mən paylaşımlar eləmişdim. İnsanlar məni tanıyanlar, bəzən uzaqdan tanıyanlar, yaxından görüblər, dəfələrlə soruşurlar ki, hətta sən qoçu tapdın, qoçu tapdın. Dedim, yox, tapmamışam. Ancaq mən onu tapa bilərəm, dərhal tapa bilərəm. Yəni, mən bilirəm təxmini kim aparıb onu. Ancaq mən polisə vermədim. Çünki polisin ona elədiyindən 10 qatını Allah Teala elədiyinə mən inanıram. İnşallah o elədiklərinin o naxələf, üzr istəyirəm tamaşaçılardan, izləyicilərdən, şərəfsiz hərəkətini Allah onu cəzalandıracaq. Çünki mən heç kəsin malında gözüm olmayıb, heç kəsin, necə deyərlər, o halal zəhmətinə ümumiyyətlə əl uzatmamışam. Ona görə də mənə bu cür hərəkət, mənə qarşı bu cür hərəkət edən adamların Allah cəzasını verəcək. Həm dostlarım, şair Sabri müəllim, şair Səyyad Sərraf, sonra Məmməd Qədir, bu qoçun itməsi ilə əlaqədar çoxlu yazılar veriblər, şeirlər yazıblar. Demək olar ki, qoç dillərdə dastan olub, yaxşı mənada. Mən də onlara bir şeir yazacağım. Əvvəl təşəkkür edirəm Sabri müəllimə, təşəkkür edirəm Səyyad Sərrafa, təşəkkür Məmməd Qədirə ki, bunlar bu mənim qoçumun itməsinə əlaqədar narahat olublar, biraz şeir yazıblar, zarafat yana, məzəli. Allah xətrinizə əziz eləsin. Hörmətli izləyicilər, mənim sizdən çox üzr istəyirəm. Bu aparıb ki, qoyunu yiyibmi, bilmirəm satıbmı, bilmirəm hələ saxlayıbmı, satacaqmı, neynəcək. O adama sözüm odur ki, o adamcağıza, üzr istəyirəm tamaşaçılardan, ay şərəfsiz, ay ləyaqətsiz, ay binamus. Sən bir qoç yox, 100 dənə qoç oğurub yesəndə sənin gözün acıdır. Sən öz şərəfi, üzr istəyirəm tamaşaçılar, öz namusu da pula satan adamsan. Mən bilirəm təxmini sən kimsən. Vallah bilirəm. Amma görəcəksən inşallah, sənə Allah Teala elə bir, yox yerdən bir, özü bildiyi kimi bir bəla verəcək ki, mən qarğış eləmirəm. Bizim çörəyimiz sizin gözünüzü tutacaq. Şəxsən sizin gözünüzü tutacaq, mənim atamın, mənim verdiyim çörək. Sənə Allah elə bir əvvələcək ki, mən onu inşallah şahid olacam. Necə ki, bəzi hadisələrin şahid olmuşam. Adamda bir mənlik, ləyaqət olar. Sən kəndin, cəmaatın malına əl uzatıb aparıb, ailə saxlayırsan, uşaq saxlayırsan. Öl də, yerə gir də ondan da. Ne içinsən sən? Yadında saxla, ataların sözü var. İt çarıq uğrayar, amma çarıqsız yenə it qalır. Siz mənə heç nə eləməlisiniz. Mən itirən bir şeyim yoxdur. Amma inşallah Allah'ın siz çox şeylər itirəcəksiniz. Bunu Allah'ın izninə mən də şahid olacağım. Əziz izləyicilər, hörmətli yoldaşlar, məni görün məndən qoçu soruşanlar. Bizi həm gülməyim gəlir, həm öz-özümə deyirəm ki, bəlkə də bu mənim bıraxdığım səhvlərin nəticəsidir. Yəni ki, o adamlar ki, mənim aparıb qoçumu yiyiblər, ya oğurlayıblar, satıblar. Mən onlarla çox yaxşılıq eləmişəm, vallah. Vallah, billah. Atam da olar, gərək eləməyədə, onlar məhv olub getməlidir müharibə illərində. Artıq törüyüblər indi it küçüyü kimi, indi bizə sataşırlar. Mən üstörtülü deyirəm, o adamlar da bilir. Neysə, çox sağ olun, diqqətinizə görə, əziz izləyicilər, bu bizim şair dostlarımıza da deyirəm ki, sizin yazdığı şeirlərə inşallah mən də bir cavab yazacağım ümumilikdə. Sabri müəllimə, Səyyad Sərrafa, sonra Məmməd Qədirə, başqa dostlarımıza. İnşallah bu yaxınlarda məclisdə görüşərik və orada bir də söhbət edərik. Hələlik sağ olun.